Ötən gün Marneoli'də 26 yaşlı Sahib Bayramovun güllələnərək həyatını itirdiyi hadisənin təfərrüatları məlum olub. Hadisə zamanı güllə yarası alan mərhumun atası Tamaz Bayramov baş verənləri belə xatırlayır. Mağazində otururduq ata-bala. O stolun dalında otururdu, mən eləcə böyründə otururdum. Anırda. Elə ümumiyyətlə gəldi, içəri klient kimi. Gəldi, dedi ki, bunu. Deyin, özü də telefonla danışırdı. Kulağında nauşnik. Başında da pipka danışırdı. Bunu istəmirəm, bunu. Axırında getdi, dedim, bu lazımdır, dedim bana. Telefonu da belə tutur əlində. Görüntülüdür. Bu güllədə çıxartdı, güllələdə. Attı bu, dedi. Bu yıxılandı, mən bunun üstünə yürüdüm ki, nədir qayırdım. Tutmaq istəyəndə görüldüm, bana da attı. Özünü verdi, qaçdı, getdi. Vallahi akşam biz milisiyalikdeydik, çox razıyam, dedi, tutacaq, dedi. Yerin dəliyində dursa, dedi, tapmalıyıq, dedi. İnşallah taparlar. Məlumat üçün onu da bildirək ki, faktla bağlı Cinayət Məcəlləsinin 19-109-cu maddəsi üzrə istintaq aparılır.